Salam, hər vaxtınız xeyir olsun. Bugün 8 Mart salata hazırlamaq üçün bizə lazım olan ərzaqlar. Qoz 150 qram, pişmiş yer kökü rəndələmişəm əvvəlcədən. 3 ədəd yer kökü idi. Çuğundur 3 ədəd orta ölçüdə, tüyüq əti, 5 ədəd kartoşka pişmiş, rəndələnmiş, 4 ədəd yumurta, mayonez və xama qarışığı. Əvvəlcə götürürəm 2 dənə qab, 8 forması düzəldirəm. Mayonez vasitəsilə 8 yazdıq. İndi stəkanları qoyuram. Birin balaca, biri biraz yekə. Götürürəm əvvəlcə kartuşkaları. Kartuşkanı yığdım, üstünə biraz duz əlavə elədim. İndi yumurtaları yığıram üstünə, kartuşkaların üstünə. Yumurtaları tökəndən sonra biraz üstünə mayonez. Sonra yer kökün. Didilmiş tüyüq ətini tökürük yer kökün üstünə. Duz tökdüm üstünə, bir də mayonez yeyirəm. İndi çoğunduru tökürəm. Mayonez yeyirik, yəni axırıncı qatı. Sonra üstünə qoz əlavə edirik. 8 Mart salatımız hazır oldu. Hamınıza nuş olsun.